Salam, hörmətli izləyicilər. Bugün 6-cı siniflər üçün 5-ci bölmənin təkrarına baxacağıq. Yəni, KSQ 5-ə hazırlıq məqsədi ilə 5-ci bölmədə keçirilən qrammatik qaydaların izahına baxacağıq. İlk öncə baxaq görək 5-ci bölmədə hansı mövzular var. Deməli, bildiyimiz kimi bu ikinci yarım ildə birinci summativ olacaq. Yəni, bu ildən 6-cı siniflərin kitabı dəyişib, yəni iki hissədən ibarətdir. Birinci yarım ildə birinci hissəni qurtardıq, ikinci yarım ildə isə ikinci hissəyə başlamışıq. Və ikinci yarım ildə ilk summativ olacaq. Mövzularımız sayılardan sonra isimlərin təkdə və ya cəmdə olması, numerativ sözlər, tamamlıq və qeyri-müəyyən təsirli hal. Həmin bu mövzulara baxmalıyıq. İndi başlayaq izaha. Deməli, bircə dəqiqə proqramı açaq burada. Deməli, sayılardan sonra isimlərin təkdə və ya cəmdə olması. Birinci ümumi məlumat verək. Say nədir? Say əsas nitq hissələrindən biridir. Əşyanın sırasını və ya miqdarını bildirir. Say demək isimdən əvvəl gəlir. Məsələn, 5 uşaq. Deməli, sayla sifətin oxşar xüsusiyyəti var. Yəni, hər ikisi isimdən əvvəl gəlir və onu təyin edir. Ümumiyyətlə, bu əsas nitq hissələri belədir. Bir dəqiqə bunu yazaq. Deməli, say və sifət aid olur isimə. Sonra zərf aid olur feylə. Əvəzli isə bunların hamısını əvəz edir. Yəni, əsas nitq hissələrin hamısını. Yəni, say, sifət isimdən əvvəl gəlir. Birinci say gəlir, sonra sifət və ismini təyin edir. Məsələn, yazsaq bura 5 maraqlı kitab. Məsələn, deməli, 5 maraqlı kitab. Gördünüz, birinci say, sonra sifət, sonra isə isim gəldi. Yəni, bu ardıcıllıq, say, sifət, isim. Yəni, burada diqqətli olun. Zərf feildən əvvəl gəlir, əvəzli isə bunların hamısını əvəz edir. Yəni, əsas nitqlərin hamısını əvəz edir. Yəni, bu ümumi məlumat kimi sizə verdim ki, yəni, biləsiniz. Əsas baxırıq nəyə? Saylardan sonra gələn isimlərin təkdə və cəmdə olması. Burada bir neçə qayda var, əsas qaydaları deyəcəm. Yəni ki, o qaydalar biləsiniz ki, summativdə düşəndə yaza biləsiniz. Deməli, birinci qaydamız bir sıra bir çox. Bir sıra bir çox. Bax, bu saylardan sonra gələn isimlər cəmdə olur. Məsələn, bir sıra məsələlər. Məsələlər. Sonra, məsələn, bir çox insanlar. Bax, burada diqqət elədinizsə, yəni cəmdə işlənir. Görürsünüz, şəkilçimiz də cəm şəkilçisi var burada. Görürsünüz, bir sıra məsələlər, bir çox insanlar. Yəni, qısacası yadda saxlayırıq ki, bu saylardan sonra, bir sıra, bir çox saylarından sonra gələn isimlər olur cəmdə. İnsanlar, məsələlər. Bax, bu qaydanı yadda saxlayırıq. Bundan sonra digər saylarımız da var ki, onlardan sonra gələn isimlər cəmdə və təkdə ola bilir. Bunlar da çox, çoxlu, onlarla, yüzlərlə. Bunlardan sonra gələn isim həm təkdə ola bilər, həm cəmdə. Məsələn, deyə bilərik. Çox insan və yaxud çox insanlar. Yəni, hər ikisi doğrudur. Çünki dedik ki, bu saylardan sonra gələn isimlər həm təkdə ola bilər, həm də cəmdə ola bilər. Yəni, hər ikisi doğrudur. Yəni,
Testlərdə qarşımıza çıxsa, hər iki formada, doğru formada biz bunu götürürük. Bunlardan başqa digər saylardan sonra gələndə isə isimlər olur təkdə. Məsələn, deyirik ki, aha, bircə dəqiqə, aha, bir qədər meyvə və yaxud xeyli insan və sair. Yəni bunlar əsas bax bunları yadda saxlayırıq ki, yəni bir sıra, bir çox. Bundan sonra gələndə oldu cəmdə çox, çoxlu, onlarla, yüzlərlə. Bunlardan sonra gələndə həm təkdə ola bilər, həm də cəmdə ola bilər. Digər saylardan sonra isə gələn isimlər təkdə olur. Digər bir qaydamız da var. Sıra saylarından sonra gələn isimlər də həmçinin təkdə və ya cəmdə ola bilər. Məsələn, deyirik ki, 5-ci aha, siniflər. 5-ci siniflər. Yəni bildiyimiz kimi siniflərdə A sinifi, B sinifi, indekslər fərqli ola bilər. Yəni onu nəzərdə tutub deyirik 5-ci siniflər və ya 5-ci sinif. Yəni cümlədə, situasiyadan asılı olaraq təkdə də ola bilər, cəmdə də ola bilər. Bu məsələlərdə diqqətli olun. Bundan başqa saylara aid digər qaydamız numerativ sözlər. Numerativ sözlər. Aha. Numerativ sözlərdə nədir? Numerativ sözlər sayla ismin arasında olur. Məsələn, 5 ədəd kitab. Bax, burada da diqqətli oluruq. Deməli, say işlənib, sonra isim. Sayla ismin arasında işlənəndə, bax, bu sözlər numerativ söz olur və həmin funksiyanı daşıyır. 5 ədəd kitab. Yəni, bunlar da müxtəlif sözdür. Bunlardan yazaq bura. Deməli, məsələn, ədəd, sonra dənə, baş, cüt, dəst. Yəni, bunlar əsasən numerativ söz kimi işlənir. Məsələn, ədəd, dənə, bunlar cansız əşyalarda, cansızlarda işlənir. Baş, məsələn, əsasən heyvanlarda, ferma heyvanlarda, 5 baş heyvan, 5 baş inək, 5 baş qoyun fərqli. Cüt, məsələn, bir cüt ayaqqabı, bir cüt corab, ikilik bildirir bu. Dəst də həmçinin. Və bunların əsas funksiyası numerativ sözdür. Yəni dediyimiz kimi əsasən işlənir necə? Say, isim və bunun arasında məsələn 5 baş, məsələn qoyun və ya bir cüt corab. Yəni bunlar da iki yerə bölünür. Bu sözlər əsas funksiyası numerativ söz kimi işlənir. Bir də elə sözlər var ki, özü isimdir, amma yerinə görə numerativ söz kimi işlənə bilir. Məsələn, deyirik ki, bir qaşıq, məsələn, bal. Bax, burada da diqqətli oluruq. Burada da həmçinin bir saydır. Aha, bizə də qələmi götürək. Aha. Bir saydır, bal da isimdir. Bax, burada düzdür, qaşıq sözü də isimdir. Amma yerinə görə burada numerativ söz kimi işlənir. Bir qaşıq bal və yaxud bir damcı dərman. Yəni, burada da damcı sözü necə işlənir? Deməli, numerativ söz kimi işlənir. Məsələn, bir damcı dərman və yaxud bir otaq, məsələn, kitab. Və bir də testlərdə qarşımıza çıxır. Həmin bax, bu sözlər kəmiyyət fərqi yaradır. Məsələn, həmin bu sözlər kəmiyyət fərqi yarada bilir. Məsələn, deyirik ki, bir otaq insan. Məsələn, otağın içində nə qədər insan olduğunu bildirir. Yəni, sayı çoxdur. Həmçinin cüt dəst, bunlar da kəmiyyət fərqi yaradır. Məsələn, ikilik çox olduğunu bilir, 2 ədəd olduğunu və yaxud dəst, bir dəst kostyum. Digərləri isə, məsələn, başdır, ədəddir, dənədir, bunlar isə tək işlənir. Deməli, numerativ sözlərdə də əsas bu qaydalara fikir veririk. Bundan sonra baxırıq tamamlıq. Tamamlıq da bildiyimiz kimi cümlə üzvləridir. Yəni, cümlə üzvlərimiz iki yerə bölünür, baş üzvlər, ikinci dərəcəli üzvlər.
Tamamlıq da ikinci dərəcə üzvlərə aiddir. İndi bunları iş dəftərindən baxaq, əsas orada qaydaları təkrar eləyək. Deməli, bircə dəqiqə bunu paylaşaq. Aha, sayılardan sonra. Aha, bircə dəqiqə. Aha, burada baxırıq. Bax, sayılardan sonra gələn isimlərin təkdə və ya cəmdə işlənməsi. Məsələn, biz burada dedik ki, bir çox, bir də bir sıra. Bax, bunlardan sonra gələn olurdu cəmdə. Baş hərfini yazıram, biləsiniz, cəmdə işlənir. Sonra, bunlardan başqa dedik ki, çox, çoxlu, aha, çox, çoxlu, onlarla, yüzlərlə. Bunlarda isə həm təkdə işlənə bilər, həm də cəmdə işlənə bilər. Aha. Çox, çoxlu, onlarla, yüzlərlə. Sonra digərlərində isə məsələn, bir də müəyyən miqdar saylarından sonra gələn isimlər də təkdə olur. Məsələn, 40 nəfər şagird, 40 kitab. Da biz 40 kitablar deyə bilmərik. Yəni müəyyən miqdar saylarından sonra gələn isimlər də təkdə olur. Birlikdə sayın mənazə növləri var. Miqdar sayları, sıra sayları. Miqdar sayları miqdar bildirir. Əşyanın miqdarını. Sıra sayları isə sırasını. Həmçinin miqdar sayları da özləri də bölünür. Müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları, bir də kəsr sayları. Yəni müəyyən miqdar sayları müəyyəndir. Məsələn, bu rəqəmlər müəyyən miqdar saylardır. Qeyri-müəyyən miqdar sayları isə qeyri-müəyyənlik var. Məsələn, çox, çoxlu, xeyli, bunlar qeyri-müəyyəndir. Aha, bunlardan da sonra dedik ki, xeylidən sonra təkdə olur. Məsələn, xeyli insan. Həmçinin bir neçə insan, bir qədər insan. Bunlar təkdə olur. Həmçinin dedik ki, sıra saylarından sonra gələn isimlər həm təkdə, həm də cəmdə işlənə bilər. Aha, sonra baxırıq. Yəni, əsas buradakı bu qaydaları. Aha. Hansı cümlədə saydan sonra gələn isim cəmdə olmalıdır? Bir neçə yarış, xeyli məsafə qət etdilər, bir çox kitab var. Aha, burada həmin qaydamız. Bir sıra, bir çox. Dedik ki, bundan sonra gələn olmalıdır cəmdə. Deməli, burada necə olmalı idi? Bir çox kitablar. Cümlələrdə sayılarla işlənən isimlərin doğru yoxsa yanlış yazıldığını müəyyən edin. Aha, burada da yenə baxırıq. Bir sıra, bir çox. Olmalı idi cəmdə. Bir çox, bir sıra keçidlər. Bir çox parklarında. Aha, bu cəmdə işlənib. Çaya bir qədər şəkər. Aha, bu da təkdə işlənir. Xeyli adam. Təkdədir. Mən mağazadan 5-6 qələmlər aldım. Bu səhvdir. 5-6 qələm. Bu da qeyri-müəyyən miqdar saylarının, düzdür. Biz dedik ki, miqdar saylar 3 cür olur. Müəyyən, qeyri-müəyyən, kəsr. Həmçinin qeyri-müəyyənlərin tərkibində də belə saylar var. Bunlar da təqribi deyirlər. Təqribi miqdar saylar. Məsələn, 5-6 qələm, 10-15 nəfər. Yəni birinci rəqəm azı bildirir, ikinci isə çoxu. Həmçinin bundan sonra da gələndə təkdə olmalıdır. Yəni burada da diqqətli oluruq. Aha, sonra davam eləyək. Aha, bizcə dəqiqə digərini paylaşım. Qeyri-müəyyən təsirli hal. Aha. Aha, demək, bu bölmədə keçdiyimiz mövzulardan da biri qeyri-müəyyən təsirli haldır. Bildiyimiz kimi ismin əsas xüsusiyyətlərdən biri onun hallanmasıdır. Məsələn, hallanması, təkdə və ya cəmdə olması, ümumi və ya xüsusi olması, konkret və ya mücərrəd olması. İsmin 6 halı var: adlıq, yəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq. Bunlardan 2 hal, yiyəlik və təsirli hal 2 formada olur. Həm müəyyən, həm də qeyri-müəyyən halda.
İndi biz burada baxırıq qeyri-müəyyən təsirli hal. Bildiyimiz kimi təsirli halın I üstü 4, I, I, U, Ü şəkilçisi budur. Yəni şəkilçisi olanda olur müəyyən. Şəkilçisi olmayanda isə qeyri-müəyyən olur. İndi bizdə soruşur ki, qeyri-müəyyən təsirli halda olan söz. Yəni şəkilçisi olmayan variant. Ac qurd aslanı basar. Bax, burada görürük şəkilçisi var. Deməli, bu müəyyəndir. Balaca ağaca çıxıb böyük budağı silkələr. Budağı burada yoxdur. Amma biz bunu asanlıqla bərpa edə bilərik. Deməli, burada qeyri-müəyyən təsirli haldadır. Həmin cavabımıza uyğun olaraq. Bunun da tapmağın bir neçə qaydası var. Məsələn, bildiyimiz kimi təsirli hal əsasən xəbərin yanında gəlir. Biz bunu xəbərin yanından uzaqlaşdırsaq, həmən şəkilçi qəbul edir. Məsələn, şagird kitab oxuyur. Kitab qeyri-müəyyən təsirli haldadır. Kitab sözünü gətiririk əvvələ, kitab şagird oxuyur deyə bilmərik. Deməli, kitabı şagird oxuyur. Həmən şəkilçisini qəbul edir. Və yaxud bundan əvvəl qeyri-müəyyən təsirli halda işlənən sözdən əvvəl o, bu, həmin işarə əvəzlikləri artırırıq, həmin kitabı. Və asanlıqla görə bilirik ki, həmən şəkilçisini qəbul edir. Cücəni payızda sayarlar. Burada da şəkilçi var. Qədir Ələ tarı çalır. Bax, burada da qeyri-müəyyən təsirli haldadır. Yaşıllıqlar cəmcilərdən qoruma. Hə, burada da şəkilçi qəbul edir. Aha, sonra. Bir dəqiqə bunu təmizləyək. Hansı cümlədə təsirli halda olan isim işlənmişdir? Aha. Bizdən diqqətli olun. Bax, burada iki məsələni istəyirlər. Həm təsirli halda olmalıdır, həm də isim olmalıdır. Yəni, belə mərtəbəli suallar olur. Burada diqqətli olun. Yəni, təsirli hala baxıb, ismə baxmasanız, məsələn, baxsasınız yazanı təsirli haldadır, həmən səhv eləyə bilərsiniz. Amma burada bu feildir. İsim deyil. Bizdə həm təsirli hal, həm də isim istəyir. Özünü hər zaman. Burada da əvəzlikdir, öz əvəzliyi. Ağı qaradan ağ, sifətdir. Beşi birə, burada da saydır. Deməli, bunlar heç biri cavabımız olmur. Bax, görsün necə bizi çaşdıra bilərlər. Diqqətli oluruq. Həm təsirli hal, həm də isim. Birdən quş düzünə oxşayan bir səs eşitdim. Səsi eşitdim. Aha, səs də olur isim. Cavabımız da olur bu. Həmçinin digər baxırıq burada. Deməli, uyğunluğu müəyyən edən fərqlənmiş söz. Deməli, mənsubiyyət şəkilçisi qəbul etmişdir, təsirli hal şəkilçisi qəbul etmişdir, həm mənsubiyyət, həm də təsirli hal şəkilçisi qəbul etmişdir. Aha, bax, diqqətli oluruq. Bayaq dediyimiz o şəkilçi, aha, bir dəqiqə bunu qaytarım yerinə. Aha, qələm götürək. Hə. Bu şəkilçi həm mənsubiyyət şəkilçisidir, həm də təsirli hal. Məsələn, təsirli hal olanda həm də sualın tərkibində işlənir. Məsələn, deyirəm ki, dəftəri yazıram. Nəyi? Görürsünüz, sual verəndə həmin sualın tərkibində də işlənir. Nəyi yazıram? Dəftəri. Mənsubiyyəti olanda isə Azərbaycan dilində mənsubiyyət anlayışı var. Sahib mənsub anlayışı. Məsələn, mənim kitabım, sonda gələn mənsubiyyət. Sənin kitabın, onun kitabı, üçüncü şəxsin təkində həmin bax bu şəkilçisini qəbul edir. Bax, diqqətli olur. Ümumiyyətlə, isimlərdə hal şəkilçiləri. Məsələn, kitablarımızdandır. Cəm, mənsubiyyət, hal, xəbərlik. Yəni, birinci mənsubiyyət artırılır, sonra hal şəkilçisi. İndi baxaq. Üzü bəmbəyaz olmuş, dodaqları qurumuşdu. Aha, bax, burada baxırıq, dodaqları. Yəni, onun dodaqları. Burada olur mənsubiyyət. Əvvəlinə onun artıra bilirik və öz artıra bilirik. Yəni, bunu artıra biliriksə, birinci yəlik al, sonra mənsubiyyət. Bu olur mənsubiyyət. Mənim kitabım, sənin kitabın, onun kitabı. Mənim dodağım, sənin dodağın, onun dodağı. Bax, bu formada. Tələsmədən qabı stolun üstünə qoydu. Qabı. Nəyi? Görürsünüz, sualın tərkibində işləyən qabı. Deməli, burada təsirli halda işlənir. Onun qabı stolun üstünə qoydu. Həm də görürsünüz, belə bu formada deyə bilmirik. Dərziyə köst dedilər, iynəsini yaxasına sancdı. Aha, bax, burada da baxırıq ki, iynə, s burada bitişdiricidir. Y-nı, s bitişdirici samitlərimizdir. İynəsi, yenə n burada bitişdiricidir. İki dənə şəkilçisi var. Bir iyimiz buradadır, bir iyimiz burada. Deməli, dərziyə köst dedilər, iynəsini yaxasına. Yəni, bunu da əvvəlinə göz artıra bilirik. Öz iynəsi.
Öz iynəsi. Deməli, birinci olacaq nə? Mənsubiyyət. Öz iynəsi. Həmçinin öz iynəsini. İkinci olacaq təsirli hal. Deməli, burada həm mənsubiyyət var, həm də təsirli hal var. Yəni, ümumiyyətlə, hal şəkilçisi yoxdursa, bu adlı halda sayılır. Məsələn, öz iynəsi, öz iynəsini, görürsünüz, birinci mənsubiyyət artırıldı, sonra hal. Yəni, biz bunu başqa cürdə dəyişib baxa bilərik. Məsələn, öz iynəsində, öz iynəsindən, bax, fikir verirsiniz, yenə da, dən, yerli kağıt, çıxışlı hal mənsubiyyətdən sonra artırılır. Burada da diqqətli oluruq. Qürbət görməyən adam vətən qədri bilməz. Aha, vətənin qədrini, burada da həmsin. Vətənin qədri bilməz, nə bilməz? Vətən, qürbət görməyən adam vətən qədri. Bax, burada da indi yəli çal bayaq demişdik, müəyyənlik bildirir, qeyri-müəyyənlik bildirir. Vətən qədri, vətənin qədri. Yəni, o da həm müəyyən yəli çalda ola bilər, həm qeyri-müəyyən yəli çalda, həmçinin. Biz dedik ki, təsirli halda, şəkilçi olanda olur müəyyən, olmayanda olur qeyri-müəyyən. Burada isə həmin bu i vətən qədri bilməz. Diqqətli oluruq, buradakı i mənsubiyyətdir. Sonra, beləliklə qadınların hüquqlarını bərpa etdik. Qadınların, qadınların hüquqları, yenə mənsubiyyət var, hüquqlarını təsirli hal var. Yəni, həm hal var, həm də mənsubiyyət var. Sanki çinarı tutub silkələr. Nəyi? Çinarı. Burada da təsirli halda. Sonra baxırıq. Tamamlıq vəzifəsində olan isim qeyri-müəyyən təsirli haldadır. Aha. Tamamlıq vəzifəsində olan isim. Baxaq, vasif həyatdakı ağacları, bu da ağacları nəyi? Burada şəkilçi var. Bizdən qeyri-müəyyən istəyir. Dəvət kimi beşinciləri burada da var. Nuray oxuduğu kitabda maraqlı məlumatlara rast gəldi. Çarxanada hər gün tonlarla daş çıxarırlar. Yəni, daşı çıxarırlar. Yəni, daşı əvvələ gətirsə, məsələn, daşı çarxanada hər gün çıxarırlar. Görürsünüz, həmən şəkilçisini qəbul edir. Deməli, burada qeyri-müəyyən yəlik haldadır. Aha, indi biz tamamlığa da baxaq. Bizcə dəqiqə deməli. Təsirli hala baxdıq, saya baxdıq, numerativ sözlərə baxdıq. Aha, tamamlıq. Tamamlıq da deməli. Bizcə dəqiqə bunu paylaşaq. Aha. Deməli, tamamlıq da dediyimiz kimi ikinci dərəcə üzdür. Adlıq və yəlik haldan başqa digər halların suallarına cavab verir. Məsələn, kimə, nəyə, kimdə, nədə, kimdən, nədən. Həmçinin qoşmalı sözlərlə də. Yəni, o suallar da cavab verir. Kim ilə, nə ilə, kim haqqında. Həmçinin adlıq və yəlik hal müstəqil tamamlıq olunur. Amma qoşmalarla olur. İndi burada baxırıq. Bir də haradan, haranı sualıdır. Kim, nə suallarına, məsələn, kimə, nəyə, kimdə, nədə, kimdən, nədən. Amma hara sualından isə haranı, harada, haradan, onlar zərfliyin sualıdır. Yalnız orada haranı sualı tamamlığındır. Burada da diqqətli olur. Deməli, dostum mənə, kimə, mənə. Görsün yönlü kağıt. Dünən baş vermiş əhvalatı nəyi? Əhvalatı təsirli hal danışdı. Cırcıramaların səsi ətrafdakı sakinəyi, sakitliyi pozurdu. Şagirdlər bugünkü dərsi asanlıqla qavradılar. Nəyi? Dərsi. Gözlərini məndən. Nəyi nəyini, gözlərini kimdən? Məndən. Bu suala yalnız Rasim cavab verə bilər. Görürsünüz, suala. Bu sözlərdən sonra hamı hörmətlə kəndin ağsaqqalına. Kimə baxdı? Kəndin ağsaqqalına. Yəni, tamamlıq əsasən əşya məzmunu bildirir. Məsələn, mübtəda. Məsələn, cümlənin əvvəlində olur, xəbər sonda olur. Əsas fikri bunlar ifadə edir. Baş üzvlərdir. Tamamlıq isə mübtədadan sonra, xəbərdən isə əvvəl olur. Yəni, burada gördüyümüz kimi. Əsasən mübtəda subyekt olur, xəbərdə məsələn hərəkət bildirir, həmçinin hökmlə bildirə bilir. Yəni, ismi xəbər, feili xəbər ola bilir.
Bax, burada diqqətli olun. Sonra tamamlıqların altından xətt çək və ismin hansı olduğu, hə. Çəməndəki güllərdən xoş ətir gəlirdi. Sıxışlıq halda öz otağında imtahanlara hazırlaşırdı. O öz otağında imtahanlı nəyə hazırlaşır? İmtahanlara. Yönlü kağıt. O masada nəyi? Kitabı vərəqləyirdi, təhsilli hal. Şagirdlər bu nədə? Məsələdə yerli kağıt, sudan qənaətlə nədən? Burada da çıxışlı hal. Aha, sonra bircə dəqiqə bunu dəyişək. Aha, bunu seçək yuxarı. Aha. Tamamlanan ifadə vasitələri. İndi baxırıq buna. Axır ki, növbə ikincilərə. Burada saydı, ikinci sıra saydı. İnsan sevincini yaxınları ilə bölüşməlidir. Kimi ilə? Öz yaxınları ilə bölüşməlidir. Nəyi? Sevincini. O səbirsizlə imtahanın cavabını gözləyirdi. Nəyi gözlərdi? İmtahanın cavabını. Bax, burada diqqətli oluruq. Yəni, həm nitq hissələrinə ifadə oluna bilir, həm də söz birləşmələrlə. İmtahanın cavabını. Bu söz birləşməsidir. İndi bunu da keçəcəyik yuxarı siniflərdə. Nitq hissələrinə ifadə olunanda sadə olur, söz birləşmələrinin ifadə olunanda mürəkkəb. Aparıcı qələbəmizdən fərəhlə danışırdı. Nədən? Qələbəmizdən gülün ləçəyinə şehid düşmüşdü. Nəyə? Gülün ləçəyinə. Nə düşmüşdü? Şehid düşmüşdü. Aha. Burada da gülün ləçəyinə, həmçinin söz birləşməsidir. Məsələn, qələbəni necə işlədə bilərik? Biz qələbəmizə sevinirdik. Nəyə sevinirdik qələbəmizə? Məsələn, çantasını götürdü. Nəyi? Dostuna məktub yazdı. Kimə? Yəni, ismin müxtəlif hallarında işlədib. Tamamlıq vəzifəsində görə bilərik. Aha. Bir dəqiqə baxaq görüm. Deməli, numerativ sözlər, tamamlıq, qeyri-müəyyən təsirli hal, bir də saylardan sonra isimlərin təşkil və aha. Demək olar ki, hamısına baxdıq. Bir daha burada baxaq. Burada ən çox bizim fikrimizi qarşıdıra bilər. Deməli, bircə dəqiqə təsirli hala baxaq. Qoy proqramı açın. Word. Aha. Burada təsirli hala baxaq. Məsələn, deyirəm ki, kitabı məndə qalıb. Kitabı yazma kitabını mənə ver. Bax, kitabı məndə qalıb. Burada baxırıq ki, bax, onun kitabı, yəni. Onun kitabı. Əvvəlinə onun artıra bildik. Deməli, bu nə olacaq? Onun, yəli çal, kitabı, mənsubiyyət. Onun kitabı məndə qalıb. Bu hal olaraq adlı halda. Çünki biz dedik ki, mənsubiyyətdən sonra hal alışa bilər. Məsələn, onun kitabını, onun kitabında maraqlı məlumatlar var. Onun kitabından nəyisə öyrəndim. Deməli, bu formada bu adlı haldadır. Və bu da mənsubiyyət şəkilsidir. Təsirli hal deyil. Kitabı yazma. Nəyi? Kitabı. Bax, burada isə təsirli haldır. Təsirli haldır. Kitabını mənə ver. Öz kitabını. Bax, birinci mənsubiyyətdir, ikinci isə təsirli hal. Bax, bunlarda diqqətli olun. Dediyimiz kimi, özünü əvvəla onun, öz əvəzliyi artıra bilirsə mənsubiyyətdir. Həm də mənsubiyyətdə bir anlayış var da, sahib mənsub anlayış. Ona da diqqət edirik. Təsirli halda isə adından da göründüyü kimi təsir olunan əşyanı bildirir və əsasən də gəlir feilin yanında olur. Yaxşı, bu günlük bu qədər. Növbəti izahlarda görüşənə qədər.